Salam uşaqlar, səhifə 89-u izah edirəm, diqqətlə qulaq asın. Deyir ki, hər məlumata uyğun ədədi müsbət yaxud mənfi işarə ilə yazın. Dəniz səviyyəsindən 100 metr aşağıdır. Baxın, dənizli səviyyəsindən aşağı. Bu nə olur onda? Bura dəniz səviyyəsindən yuxarıdır. Bura müsbət olur, aşağı olanda isə mənfi. İndi birinciyi necə yazıram? Mənfi 100 metr. Keçirəm B-yə. Hesaba 400 manat əlavə etmək. Yəni üstünə gəlir, üstə gəlir. Yəni müsbət 400 əlavə etdim. Giriş mərtəbəsindən 2 mərtəbə yuxarı baxın. Giriş mərtəbəsi var, yuxarı deyərsə nə olur bu? Müsbət 2. D variantı. Oyunda 5 xal uduzmaq. O da mənfi 5. Keçirəm ikinciyə. Verilən ədədlərə əsasən suallara cavab verin. Ən böyük mənfi ədəd hansıdır? Birinciyə baxacağım indi. Ən böyük mənfi ədəd. Baxın uşaqlar, ədəd oxudu. Yəni bu sıfırdır. 1, 2, 3, 4. Burada da gəlir mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Demək, mənfilərdə ən kiçiyimiz sıfırdan uzaqlaşanda ən kiçiyimizdir. Uzaqlaşanda ən kiçik. Buradan da sıfırdan uzaqlaşanda ən böyük. Demək, belə başa düşdük ki, burada ən böyük mənfi ədəd, baxın, bu üzdə ən kiçikdir, ən axırıncı ədədimiz ən kiçikdir. Mənfilərdən ən böyüyü hansıdır? Mənfi 1. Deyir, ən böyük mənfi 1. Ən böyüyü hansıdır? Mənfi 1. Ən kiçik ədəd hansıdır? Dedik ki, mənfilərdən sıfırdan uzaqlaşdıqca ən kiçiyi mənfi ədəd mənfi 18. Buraya yazıram mənfi 18. Ən böyük ədəd ilə ən kiçik ədədin fərqini, ən kiçik ədədimiz mənfi 18. Ən böyük ədədimiz də neçədir? Ən böyük ədədimiz, baxırıq. Deyir, ən kiçik ədədin fərqi. Ən kiçiklə ən böyük. Ən böyüyümüz hansıdır? Baxırıq. 21. Fərqi deyirsə, nə elədir? Mənfi 40. İndi belə eləyək də. C-mizə baxırıq. C-ni burada yazıram, baxaq. Ən böyük ədədimiz neçədir? 21. Deyir, fərqi. Ən kiçik ədədin fərqi. Ən kiçiyimiz də mənfi 18-dir. 21 üzərinə gəlirik 18. Hə, 39 edir. Uşaqlar, 21-in üstə 18 gələndə nə edir? 39. Keçdi. Yaxşı ki, burada yazdım, baxdım. Ən böyük mənfi və ən kiçik müsbət ədədin cəmini. Ən böyük mənfi. Ən böyüyümüz hansıdır mənfilərdən? Budur. Ən böyük mənfi 1-dir. Ən kiçik müsbət. Ən kiçik müsbət ədədin cəmi neçəyə bərabərdir? Ən kiçik müsbət ədədimiz hansıdır? Sıfırı götürərik də, yəqin ki. Burada natural desəydi əgər, onda biz bunu belə eləyək də, natural desəydi 5-i götürərdik. Bizdə natural demir də. Natural demədiyinə görə belə eləyək də, ən kiçik müsbət ədəd, sıfıra nə müsbət deyirik, nə mənfi deyirik. Ona görə 5-i götürəcəm. Cəmi deyir.
Deyir, ən kiçik mənfi ədədlə ən kiçik müsbət ədədin cəmi neçəyə bərabərdir? O da 4-ə. 2-də 4 alındı. Sonra keçirəm 3-cüyə. Verilən ədədlər dairədəki ədəd müqayisə edin. Keçirək 3-cüyə. Mənfi 2 ilə deyir ki, dairədəki yaşıl ədədi o digər ədədlərlə müqayisə edirəm. Hansı böyükdür? Dedim ki, ədəd oxunda 0-a yaxın böyük sayılır mənfilərdə. Bura böyük sayılır. Burada isə 0-dan uzaqlaşanda böyük sayılır. Mənfi 2 böyükdür. Sonra mənfi 2 ilə 0, 0 böyükdür. Mənfi 2 ilə 12, 12 böyükdür. Mənfi 2 ilə mənfi 9, demək 0-a yaxın. Mənfi 2-dir, demək bu böyükdür. Keçirək B-yə. Mənfi 6 ilə mənfi 5, demək mənfi 5 böyükdür. Mənfi 6 ilə mənfi 7, mənfi 6 böyükdür. Mənfi 6 ilə 0, 0 böyükdür. Mənfi 6 ilə 12, 12 böyükdür. C-yə baxırıq. Mənfi 8 ilə mənfi 1, mənfi 1 böyükdür. Mənfi 8 ilə mənfi 8 bərabərdir. Mənfi 8 ilə 0, 0 böyükdür. Mənfi 8 ilə müsbət 8, müsbət 8 böyükdür. Dördə baxırıq. Deyir, artan sıra ilə düzün. Gəlin əvvəlcə al bəndini düzək. Artan. Artan, yəni ən kiçiyimiz mənfi 10-dur. Sonra gəlir mənfi 7, sonra mənfi 1, bu da 5. Sonra B-yə gəlirik. Ən kiçiyimiz hansıdır? Mənfi 11, sonra mənfi 8, mənfi 2, 2, bu da 5. C-miz nədir? Ən kiçiyimiz hansıdır? Ən kiçiyimiz mənfi 201, sonra mənfi 140, mənfi 105, sonra 0, 110, bir də 200. Keçirəm azalan sıra. Azalan sıra ilə. Yəni böyükdən kiçiyə doğru. Sıfırımız böyükdür. Sonra gəlir mənfi 3, mənfi 6, ən kiçiyi də mənfi 9. Bu aydın. İndi B-yə keçirim. Ən böyüyümüz 28-dir. Sonra digəri mənfi 4-dür. Sonra mənfi 5-dir. Mənfi 21-dir və 32-dir. Mənfi 32-dir. C-yə baxırıq. Ən böyüyümüz burada. Mən gözüm zəifdir. 30, 28. Sonra nə gəlir? Ən kiçik. Sonra gəlir mənfi 40, mənfi 50. Sonra mənfi 100. Digərdə mənfi 115. Demək, azalan sıra bu oldu. İndi keçirəm 5-ci tapşırığa. Boş xanaya uyğun 3 tam ədədi yazın. Bir dəqiqə. Mənfi 4-dən böyük 3 tam ədədi yazın. Mənfi 3 yaza bilərəm. 3 yazın, bir də 5 yazın. Oldu mu?
Birin özünü yazaram mı? Sonra nə yazaram kiçik? -1 yazım. 0'ı da yaza bilərəmmi? Bəli. Sonra keçirəm -6 ilə 0 arasında hansı ədədlər yerləşir? Baxaq. Məsəl üçün, -5'i yaza bilərəm, -4'ü yaza bilərəm, -1'i yaza bilərəm. Keçirəm indi buna. -1 ilə -1 idi. -1 ilə 2 arasında hansı ədədlər göstərim? 0, 1 və 2'nin özünü götürürəm. Çünki bərabərdir. Ona görə 2'ni götürdüm. Sonra keçirəm -2, müsbət 2 arasında hansı ədədlər yerləşir? -1, 0, bir də 1. -5 ilə -2 aralığında hansı ədədlər götürürüm? -4, -3, -2. Keçirəm 6-cıya. Deyir ki, ədəd oxuna qeyd olunan nöqtələr uyğun ədədlər çərçivədəki ədədlər arasından seçin. Bu ədədlərin cəmini və fərqini tapın deyir. Bu ədədlər arasında hansılardır? Baxın, bu ilə bunun arasında hansı ədədlər yerləşir bunların içində? Yəqin ki, bu -5'dir. Bu da -1'dir, yazılmayıb. -5 ilə -1 arasında hansını görürsünüz? Müsbət 1'dir. Estağfurullah. Hansı ədədləri görürsünüz? Cəmini və fərqini tapın. Dəqiqə. Tam -5 deyil də, bir dəqiqə. Bu ədədlər arasında birin özünü götürək. -3. Bir dəqiqə. Qiyməti göstərilməyib bir də. Nasıl ola bilər? Bunda tən ortası 1 olar da uşaqlar. Bu da -5. Qeyd olunan nöqtələr arasından seçin. Ədədlərin cəmini və fərqini tapın. Aha, bunlar hansıdır? -5 və 1'dir də. Bildim. Demir bunların arasında. Bir dəqiqə göstərdik. Demək, bura nədir? Müsbət 1'dir, bu da -5'dir. Demək, budur, bir də budur. -5 ilə müsbət 1'in soruşur cəmini, bir də fərqini. Bu da nə elədi? -6. Bu nöqtəyə görə hansı yerləşir? Belə eləyək, 2 artıraq. Bura nə olsun? Baxaq, bir dənə uyğun gələn nə ola bilər? 4 ilə 8 arasında nəyi götürüb? 7'ni götürüb demək. Bura 7'dir. -12 ilə -8 arasında nəyi götürüb demək? -9'u. Gəlin, indi bu ədədlərin birini yazıram. Demək, gəlin bu ədədləri -9 ilə müsbət 7'nin bir dəfə cəmini tapaq. Neydir? -2. Bir dəfə də fərqini tapaq. -9 və 7'nin fərqi nə verir? -16. İndi keçirək C variantına. C'də nə deyir? -12 ilə -6 arasında hansı uyğun gələ bilər uşaqlar? Görünür hələ. Birin -10 ola bilər, bura -10 ola bilər, burada nə olar? -8. İndi deyir ki, bir dəfə bunların toplanması. -10 ilə -8'in toplanması. Bu ikisi bir yerdə nə verir? Mənfi. Demək, -10 çıxılsın 8. Nə elədim? -18. İndi bir də şey eləyirəm. -10 çıxılsın -8.
2 dənə mənfi yan yana olanda nə eləyir? Toplama yazıram. Mənfi 10 topla 8. Nə verir? Mənfi 2. Cavabımız mənfi 2. Keçirəm 7-yə. Hesaplayın və müqayisə edin. Mənfi 2 üstəgəl 10. Bu da mənfi 4. Bura 8 elədi. Bu da mənfi 4. Hansı böyükdür? Bu tərəf. Keçirəm B-yə. Mənfi 3 üstəgəl 10. Mənfi 8. Bura 7 eləyir. Burada mənfi 8. Hansı böyükdür? Müsbət 7. Keçirəm C variantına. 5 çıxılsın mənfi 1. Digəri isə, aha, hələ çıxaq 8 də var. Digəri isə mənfi 3 üstəgəl 3. Demək, 2 də mənfi yan yana olanda uşaqlar toplanır. Topla 1, çıxılsın 8. Mənfi 3, müsbət 3. Demək, 6, 6-dan da 8 çıxanda nə edir? Mənfi 2. Mənfi 3, müsbət 3. Bu 0 verir. Demək, 0 böyük olur. D-yə baxıram. 4 üstəgəl 6 üstəgəlsin mənfi 4. 10 edir. Bu müsbət mənfi nə eləyir? Mənfi 5 çıxılsın mənfi 1. Nə verir? 2 dənə mənfi yan yana gələndə toplama olur. 5 topla 1 olur. 6 burada olur. 6 da burada. Nə oldu? Bərabər. E. Mənfi 6, mənfi 2. Keçirək mənfi 6 üstəgəl mənfi 2. Baxırıq. Mənfi 6, müsbətlə mənfi, bir-birinə mənfi. Mənfi 6, mənfi 2. Nə verdi? Mənfi 8 elədi uşaqlar. Moduldan da müsbət 8. İndi keçirək bura. Mənfi 6 modulu 6 verir. Mənfi 2-nin modulu müsbət 2 verir. Bu da nə verdi? 8. Buranı 8-də aşağı götürdüm. Yəni bərabərdir. F-yə baxırıq. 0 çıxılsın mənfi 2 üstəgəl. Bir də mənfi 5 mənfi 3. Baxırıq. Mənfi 2 müsbət 1. Mənfi 1 verir. 0 çıxılsın mənfi 1. Digərinə baxırıq. Mənfi 5 çıxılsın. Bu modul nə verir uşaqlar? Müsbət. Çıxılsın 3 olur. 0, 2 də mənfi yan yana gələndə toplama 1 olur. Bura nə verir? Mənfi 8. Bu müsbət 1, bu da mənfi 8. Demək, hansı böyük oldu? Sol tərəf. Keçirəm 8-ə. Deyir, A mənfi 2 olanda gətirib yerinə qoyuruq və ifadənin qiymətini tapırıq. Mənfi 2-ni qoydum. Çıxaq, bir də mənfi 4. Demək, mənfi 2. Bu mənfi yan yana gələndə nə olur? Toplama 4. Bu da cavab 2. B. B-nin qiyməti mənfi 10-dur. Mənfi 10. B bərabərdir mənfi 10. Gətirək yerinə qoyaq. Burada A mənfi 2 idi. 5 toplansın mənfi B. 5-in öz yerində yazırıq. B-miz mənfisi var.
Bir də B-nin özü mənfi 10'dur. Onda D deyil bu. Demək, 2 də mənfi olduğuna görə nə eləyir? Müsbət 5 üstə gəl 10. 7, 15. Keçirəm C-yə. M-in qiyməti 1'dir. Mənfi M çıxılsın mənfi 6. Mənfi M-imizin qiyməti nədir? Müsbət 1 qoydum. Çıxılsın 6. Uşaqlar, 2 də mənfi yan yana vurulanda nə verir? Müsbət. Yazıram mənfi 1 üstə gəl 6. O da verir müsbət 5. D-ni yazıram. X-in qiyməti mənfi 2'dir. 8 çıxılsın mənfi X üstə gəl 3. Keçirəm. Yerinə qoyuram. Baxın, X-in qiyməti nədir? Mənfi 2'dir. Bu mənfi, bu da mənfi. Nə verir? Müsbət. 8 çıxılsın müsbət 2 üstə gəl 3. Bu da 9. Deyir, əlverişli üsulla izah edin, hesablayın. Mənfi 1, müsbət 1. Sıfıra getdi. Mənfi 2, müsbət 2. Sıfıra getdi. Mənfi 3, müsbət 3. Sıfıra getdi. Mənfi 4, müsbət 4. Cavab nə elədi? Nə qaldı? Mənfi 5. Keçirəm. Bunu yazacağım uşaqlar. Buradan uzun yazın. 1 çıxılsın 2 üstə gəl 3 çıxılsın 4 üstə gəl 5 çıxılsın 6 deyək burada bir dəqiqə. Siləcəm onda. Aha. Belə eləyirik. B-ni yazıram. 1 çıxılsın 2 üstə gəl 3 çıxılsın 4 üstə gəl 5 çıxılsın 6 üstə gəl 7 çıxılsın 8 üstə gəl 9. Baxın, 1-dən 2 çıxanda nə eləyir? Mənfi 1. 3-dən 4 çıxanda nə eləyir? Mənfi 1. 5-dən 6 çıxanda mənfi 1. Bunun 7-dən 8 mənfi 1. Neçədən mənfi 1 var? Mənfi 1 üstə gəl mənfi 1. Nə verdim? Mənfi 2. Burada mənfi 2. Bunları da toplayayım. Mənfi 3. Nə verdim? Mənfi 5. Uşaqlar. Belə eləyirik də. Yəni mənfi 1'lərdən 5 dənədir. 5'i də mənfi 1'ə vuranda mənfi 5 verir. C-yə baxırıq. C-yə. Mənfi 1, mənfi 2, mənfi 3. Çıxaq da hamısı. Neysə bir şey var. Baxaq. 20 üstə gəl. Müsbət 3, müsbət 2 və 1. Demək, mənfi 1, müsbət 1 apardı. Mənfi 2, müsbət 2 apardı. Mənfi 3, müsbət 3 apardı. İndi bu şəkildə hamısı bir-birini aparır. Bura kimi hamısı bir-birini aparır. Bir dənə qalan nə olur? Ortada qalan nə olur? Mənfi 21. Sonra D-yə baxıram. 1-dən 2 çıxıram. Üstə gəl 3-dən 4 çıxıram. Üstə gəl. %97'dən 98 çıxıram və üstünə gəl 99'dan 100 çıxıram. İndi baxın, orada deyir ki, 1-dən 2 çıxanda nə eləyir? Yəni, 1-dən 2 çıxanda mənfi 1'i verir də uşaqlar. 3-dən 4 mənfi 1 verir.
Sonra hamısında bax mənfi 1 verir, mənfi 1 verir. Demək 100'dür. Yarısı qədərdir də bunların mənfi 1. Baxıram 10 değildi. Bunun yarısı mənfi 5 vermədi. İndi də 100'dür. Onun yarısına verir mənfi 50. 50 də nədir? Ona görə cavab